Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Salam əziz izləyicilər. Bugün sizə dünyanı silkələyən ən son və AK xəbərləri təqdim edirik. Nüvə yarışı artıq açıq şəkildə başlayıb, böyük dövlətlər sürətlə silahlanır. Mümkün qırğın ssenariləri gündəmdədir. İsrail baş naziri Netanyahu əmri verib, ordu yeni istiqamətdə irəliləyir. Trump isə sensasiyon açıqlama ilə ABŞ-ın İrana dair planını elan edib. Tehran zərbələr altındadır, kritik obyektlər vurulub. Regiondakı gərginlik artıq iqtisadiyyata da təsir edir, avtomobillər bahalaşa bilər. Üstəlik pensiyalarla bağlı da gözlənilməz yenilik var. Bizi izləməyə davam edin. Şimali Atlantikadan Sakit Okeanın qərbinə qədər bir çox ölkələrin hökumətləri şəxsi nüvə arsenalına sahib olmağın zəruriliyi barədə getdikcə daha açıq şəkildə müzakirələr aparmağa başlayıblar. Konkret AS xəbər verir ki, əvvəllər ABŞ-ın nüvə çətiri ilə kifayətlənən bəzi ölkələr, xüsusən də Polşa və Almaniya, Fransanın öz nüvə təhlükəsizlik zəmanətini Avropa qitəsinə yaymaq niyyətini müsbət qarşılayırlar. Eyni zamanda, hazırda Birləşmiş Ştatlar nüvə sınaqlarının bərpası imkanlarını nəzərdən keçirir. MAGATE'nin rəhbəri Rafael Grossi Bloomberg-ə verdiyi açıqlamada bildirib ki, bu cür kütləvi qırğın silahlarının əldə edilməsi ehtimalı hətta ondan heç vaxt istifadə etməyəcəyinə söz verən ölkələrdə belə açıq müzakirə olunub. Lakin daha çox ölkədə daha çox nüvə silahının olması dünyanı daha təhlükəsiz etməyə çəkəcək, əksinə təhdidləri artıracaq. Grossinin sözlərinə görə, son yarım əsrdə bəşəriyyətə uğurla xidmət edən nüvə silahlarının yayılmaması normalarını qorumaq indi hər zamankından daha vacibdir. İsrailin baş naziri Benyamin Netanyahu Livanın cənubunda təhlükəsizlik zonasının genişləndirilməsi barədə orduya göstəriş verib. Konkret AS xəbər verir ki, onun sözlərinə görə İsrail bir neçə cəbhədə əməliyyatlar aparır və Hizbullah, eləcə də Həmas kimi qruplara qarşı ciddi nəticələr əldə edib. Məlumata görə, İsrail ordusu Livanın cənubunda irəliləyərək strateji mövqeləri nəzarətə götürür. Məqsəd sərhəd təhlükəsini azaltmaq və mümkün hücumların qarşısını almaqdır. İsrail tərəfi həmçinin Litani çayına qədər uzanan silahsızlaşdırılmış zona yaratmağı planlaşdırır. ABA ölkənin cənubundakı əsas hava limanlarını nəzarətə götürmək üçün mümkün hava əməliyyatı planlaşdırır. Konkret AS xəbər verir ki, məlumata görə bu əməliyyatın şimal-qərbdə quru müdaxilə ilə koordinasiya olunacağı ehtimal edilir. Bu barədə Tehran Times yazıb. Müharibə fonunda artan risklərə görə İran Canfəda adlı könüllü səfərbərlik kampaniyasına başlayıb. The Wall Street Journal bildirir ki, vətəndaşlara bununla bağlı SMS-lər göndərilir. Hakimiyyət bunu mümkün ABA təhlükəsi ilə izah edir. Ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib, bəzi bölgələrdə nəzarət keçid məntəqələri qurulub. Hazırda İranda vəziyyət gərgin olaraq qalır və rəsmi Tehran əhalinin səfərbərliyini sürətləndirir. İsrail hərbi hava qüvvələri Tehran şəhərinə yeni zərbələr dalğasına başlayıb. Oxu az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun Saxalın mətbuat xidməti məlumat yayıb. Bəyanatda qeyd olunur ki, hücumların hədəfi Tehrandakı hərbi obyektlər olub. Hadisə fonunda İran ərazisində elektrik enerjisində fasilələrlə bağlı məlumatlar daxil olur. Fars agentliyinin məlumatına görə, Tehrana yaxın yerləşən Kərəc şəhərində və paytaxtın bəzi rayonlarında işıqlar sönüb. Baku TV-nin xilasə verilişinin yeni buraxılışı yayımlanıb. Diplom inflyasiyası anlayışı Azərbaycanda təhsilin əmək bazarındakı dəyərinə necə təsir edir? Müəllimlərin işə qəbulu üzrə aşağı faiz göstəriciləri təhsil sistemi ilə bağlı hansı problemləri ortaya qoyur? Deputat maaşı ilə bağlı səslənən fikirlər, cəmiyyətdə gəlir bölgüsü və sosial ədalət mövzusunda hansı sualları yaradır? Yaxın Şərqdəki gərginlik, avtomobil idxalı və qiymətlərinə necə təsir göstərə bilər? Şəhərdə parklanma və yol infrastrukturundakı problemlər, vətəndaşların gündəlik həyatına hansı çətinliklər yaradır?
Verilişdə həftə ərzində gündəm olan bu və digər məsələlər diqqətə çatdırılaraq şərh edilib. Bu dəfə təqdim etdiyimiz mövzu əmək pensiyasının yenidən hesablanması qaydası ilə bağlıdır. Konkret Azoxu 24 Coma istinadən xəbər verir ki, əvvəllər təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün tələb olunan sənədlər və onların təqdimat forması hansı qaydada həyata keçirilir? Cavab: xidmət üzrə tələb olunan sənədlər. Bir şəxsiyyət vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi, 2 ümumi iş sığorta stajını təsdiq edən sənədlər, əmək kitabçası, hərbi bilet və ya xidmət dövrünü təsdiq edən müvafiq arayış, əyani təhsil dövrünü təsdiq edən müvafiq sənəd və xidmət üzrə sənədlərin təqdim etmə forması, əsli, surəti, notarial təsdiq edilmiş surəti, elektron surəti. Yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən şəxs pensiyaçı kimi 6 ildən tez işdən azad olunarsa, onun pensiya məbləği pensiya təyin edilən tarixdən işdən azad olunduğu tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı əsasında yenidən hesablanır. Başqa sözlə desək, pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı 144 pensiyaçının pensiya təyin edildikdən, yaxud yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Əlilliyə görə əmək pensiyası isə eyni formada avtomatlaşdırılmış qaydada yenidən hesablanır. Məsələn, şəxsə 2022-ci ilin 1 fevral tarixində yaşa görə əmək pensiyası təyin edilib və şəxs işləməyə davam edir. O, 2024-cü ilin 1 fevral tarixində işdən azad olunub. Yəni, şəxs ona pensiya təyin olunduqdan sonra 24 ay işləyib. Bu zaman fərdi hesabının sığorta hissəsində 2022-ci il fevralın 1-dən 2024-cü il fevralın 1-dək 2300 manat pensiya kapitalı qeydə alınıb. Bu halda şəxsin həmin dövr üzrə toplanmış pensiya kapitalı 2300 manat 120-144-24 pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı 120 bölünməklə pensiya məbləği yenidən hesablanır. Güzəştli əsaslarla yaşa görə pensiya alan və işləyən şəxs işdən azad olunursa, pensiya yenidən necə hesablanır? Əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən şəxs fasiləsiz olaraq pensiyaçı kimi 6 il işlədikdə və ya 6 ildən tez işdən azad olunduqda onun pensiya məbləği sonradan işlədiyi dövr üzrə toplanmış pensiya kapitalı əsasında yenidən hesablanır. Məsələn, şəxsə 2021-ci ilin 1 sentyabr tarixində əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib və işləməyə davam edir. O, 2023-cü il mayın 1-də işdən azad olunub və fərdi hesabının sığorta hissəsində sentyabrın 1-dən 2023-cü il mayın 1-dək 3100 manat pensiya kapitalı qeydə alınıb. Bu halda şəxsin həmin dövr üzrə toplanmış pensiya kapitalı 3100 manat 124-144-20 pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı 120 bölünməklə pensiya məbləği yenidən hesablanır.